Salam uşaqlar, bugün cimlə işləyirik və 11-ci sinifə aid bizim audio mətnimizdir. Bu 23-cüdür. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir uşaqlar. Gəlin dinləyək, ondan sonra da suallara cavab verərik. Извините, вас зовут Бернардо Моретти? Да, это я. Здравствуйте, меня зовут Руфат Гасанзаде. Добро пожаловать в Баку. Я менеджер компании, с которой вы приехали подписать договор. Здравствуйте, очень приятно. Как прошел ваш полет? Спасибо, хорошо. Давайте пройдем к машине. Наш водитель поможет отнести ваш чемодан. Благодарю. Мы едем в отель. Он находится в центре города, недалеко от офиса нашей компании. Мы заказали одноместный номер. Надеемся, что вам понравится. Конечно. Вы были раньше в нашей стране? Нет, это мой первый приезд в Азербайджан. Я вижу, что вы можете говорить на азербайджанском языке. Да, немного. Мне нравится изучать иностранные языки. Это мой хобби. Сейчас я учу азербайджанский язык, потому что он мне нужен по работе. А чем вы увлекаетесь? Я люблю заниматься спортом. Часто играю с друзьями в волейбол. Это прекрасно. А я иногда с друзьями играю в футбол. Это бывает нечасто, так как у меня не хватает времени. Я много езжу в деловые командировки. Да, я знаю. Вы очень занятой человек. Вот мы уже подъезжаем к отелю. Сегодня у вас будет время для того, чтобы отдохнуть после полета. А завтра утром назначена встреча с нашим генеральным директором. Хорошо, спасибо. Dinlədiniz. Gəlin mən indi onu sizə tərcümə etdim. Söhbət nədən gedir? Deməli, necə başlayır? Burada dialoqdur. Bağışlayın, siz Bernardo Morettisiniz. Bəli, mənim. Salam, mənim adım Rüfət Həsənzadədir. Bakıya xoş gəlmisiniz. Mən müqavilə imzalamaq üçün deməli, gəldiyiniz şirkətin meneceriyəm. Salam, çox şadam. Uçuşunuz necə keçdi? Çox sağ olun, yaxşı. Gəlin maşının yanına gedək. Sürücümüz deməli çamadanınızı daşımağa kömək edəcək. Təşəkkür edirəm. Biz otelə gedirik. O, şəhərin mərkəzində şirkətimizin ofisinin yaxınlığında yerləşir. Sizin üçün tək nəfərli otaq sifariş etmişik. Ümid edirəm ki, xoşunuza gələcək. Əlbəttə, daha əvvəl ölkəmizdə olmusunuzmu deyə soruşur. Xeyr, bu Azərbaycana ilk səfərimdir. Görürəm ki, Azərbaycan dilində danışa bilirsiniz. Bəli, biraz. Mən xarici dilləri öyrənməyi sevirəm. Bu mənim hobbimdir. İndi Azərbaycan dilini öyrənirəm, çünki işim üçün lazımdır. Bəs sizin hobbiniz nədir? Mən idmanla məşğul olmağı sevirəm. Tez-tez dostlarımla voleybol oynayıram. Bu əladır. Mən də bəzən dostlarımla futbol oynayıram. Vaxtım az olduğu üçün bu tez-tez olmur yəni. Mən çoxlu işgüzar səfərlərə çıxıram. Bəli, bilirəm, siz çox məşğul bir insansınız. Artıq otelə çatdıq. Bugün uçuşdan sonra istirahət etməyə vaxtınız olacaq. Sabah səhər isə baş direktorumuzla deməli görüş təyin olunub. Yaxşı, sağ olun. Və belə bir dialoqdur. Gəlin indi bizim suallarımıza. Так, определите основную мысль текста. Əsas ideya nədir burada? Əlbəttə ki, İtalyan iş adamının Bakıya gəlməsidir, düzdürmü? Приезд итальянского бизнесмена в Баку. B variantı. Укажите неверное утверждение по тексту. Yəni, mətnə uyğun olmayan uşaqlar. Burada gəlin, baxaq. Изучение странных языков в хобби бизнесмена из Италии. Bu düzdür, xarici dilləri öyrənmək İtalyan, belə deyək də, İzучение странных языков, yəni xarici dili öyrənmək İtaliyadakı gələn iş adamının hobbisidir. Ondan sonra Azərbaycanski язык нужен Бернардо Моретти для его работы. Azərbaycan dili, deməli, Бернардо Моретти üçün, işi üçün lazımdır. Так, тоже правильно. В центре Баку рядом с офисом компании расположен отель. Düzdür, Bakının mərkəzində şirkətin ofisində, yəni şirkət ofisinin yanında otel yerləşir. İtalyanski biznesmen раньше часто посещал. Yox, часто yox, tez-tez Bakıya gəlirdi. Bu birinci ilk dəfə idi. Ona görə də bu D variantını biz götürürük. В аэропорту иностранного гостя встретил менеджер Руфат Гасанзаде. Bəli, Rüfət Qazanzadə onu deməli
belə deyək də, havalimanında qarşıladı. Так, 135 вопрос. Определите верный ответ на вопрос. Почему Бернардо Моретти редко занимается спортом? Deyir ki, nəyə görə Bernardo Moretti çox az idmanla məşğul olur? Axı, o, deməli, dialoqda deyir ki, mən tez-tez, deməli, iş səfərlərində olurum, ona görə vaxt çatmır da, belə deyək. Ona görə də biz, потому что он часто ездит в деловые командировки, deyə A variantını seçirik. Дополните предложение словами из текста. Итальянский бизнесмен приехал в Баку для того, İtalyan deməli biznesmeni, belə deyək də, iş adamı Bakıya nə məqsədlə gəlib deyə biz yazmalıyıq da, чтобы подписать договор с компанией Rüfətə. Yəni, imzalamaq üçün doqovoru da deyək. Gəlin onu da yazaq. Так. Итальянский бизнесмен приехал в Баку для того, чтобы подписать договор с компанией Rufata. Bu şekilde. 137. Напишите ответ на вопрос. Чем в свободное время занимается Rufat Kazanzade? Deyir ki, boş vaxtında Rufat Kazanzade deməli nə işinə məşğul olur. Руфату нравится заниматься спортом, играть с друзьями в волейбол. Дальше. Напишите одно прилагательное из текста, которое характеризует слово номер. Одноместный deyə var da orada. Bir nəfərlik. Одноместный. Одноместный deyə bu şəkildə. Belə uşaqlar, sağ olun, görüşərik.